Əhalini maraqlandıran əmək haqqı, pensiya, gündəlik gəlir, iqtisadçıdan xoş xəbər. Məlum olduğu kimi, bugün Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclası keçirilib. İclasda Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov deyib ki, gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Eyni zamanda Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov da qeyd edib ki, manatın məzənnəsinin sabitliyinin qorunması başlıca amil olacaq. Maraqlıdır, gələn il üçün hansı yenilikləri gözləmək olar? Mövzu ilə bağlı Ölkə Aza danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı hər il olduğu kimi bu ildə çox maraqlı məqamlar yaşandı. Düşünürəm ki, Mərkəz Bank rəhbərinin Taleh Kazımovun açıqlamaları kifayət qədər ictimaiyyət üçün maraqlı məqamlar ortaya qoydu. Bunlardan birincisi manatın məzənnə perspektividir. Taleh Kazımovun çıxışları göstərdi ki, növbəti ildə də manatın məzənnə stabilliyi qorunacaq. Yəni, 2026-cı ildə pul siyasətinin əsas məqsədi inflensiyanın hədəf diapazonunda saxlamaqdır. Əlavə olaraq da pul siyasətini mövcud rejim daxilində həyata keçirməkdir. Bu da imkan verəcək ki, qiymət stabilliyi əsas olaraq formalaşsın. Vətəndaş üçün də fikrimcə çox həssas məsələ budur. Əmək haqqı, pensiya, gündəlik gəlirdir. Hamısı manatla formalaşır. Bu şəraitdə manatın da dollar qarşısında stabil qalması, sabit saxlanılması, inflyasiyanın nəzarətdə qalması, həm də insanların gəlirlərinin qorunması üçün çox önəmlidir. Və bunu da qeyd edim, sual olunsa ki, bunun iqtisadi əsası varmı? Bəli, var. Çünki 2026-cı ildə cari tədiyə balansının cari əməliyyatlar hesabında təxminən 3 milyon manat profisiti gözlənilir. Bir sözlə, növbəti ildə də maliyyə sabitliyinin təmin olunması ilə bağlı hər hansı ciddi risk proqnoz edilmir. Azərbaycana gətirilən ətlərlə bağlı narahatlıq pərdə arxasında görün nələr var. Dabaq xəstəliyi ilə bağlı yeni iddialar yayılıb. Qəssablardan əldə olunan məlumata görə bu barədə xəbərlərin kütləvi şəkildə yayılmasının səbəbi Braziliyadan və Manqolustandan gətirilən mənşəyi tam müəyyən olunmayan dondurulmuş ətlərin bazara daxil olmasıdır. Bildirilir ki, xaricdən gətirilən bu ətlərdən hazırlanmış məhsullar, məsələn, dana bastırması və digər təamlar, şadlıq evləri və restoranlarda geniş istifadə olunur. Sözügedən məhsul Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarından keçsə belə, əhalinin bir qismi hələ də ətin tam təhlükəsiz olduğuna əmin deyil. Dondurulmuş xarici ətlərin insan orqanizminə təhlükəsi nə dərəcədədir? Global Info.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xaricdən gətirilən ətlərdə hər hansı problemin aşkarlanmadığını deyib. Onun sözlərinə görə, xüsusilə Manqolustandan idxal olunan qoyun ətləri çoxluq təşkil edir. Bu ətlərin hamısı müvafiq orqanlar tərəfindən nəzarətdən keçirilir və təhlükəsiz sayılır. Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə ciddi nəzarət edir. Dabaq xəstəliyinin yayılmasında xaricdən gətirilən ətlərin rolu barədə isə hər hansı bilgi yoxdur. Əldə etdiyimiz məlumata görə ölkəyə böyük miqdarda saxta vaksin gətirilib. Onun bir hissəsini dövlət orqanları artıq ifşa edib. Ekspert hesab edir ki, istehlakçı hüquqlarının və bazarın qorunması sahəsində ən effektiv fəaliyyət göstərən qurumlardan biri Daxili İşlər Nazirliyinin baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsidir. Bu idarə Qaradağ rayonunda saxta vaksin istehsal edən şəxsləri ifşa etdiyi kimi, tender yolu ilə milyonlarla dollar dəyərində Azərbaycana gətirilmiş vaksinlərin də araşdırılmasına başlamalıdır. Çünki Daxili İşlər Nazirliyi yalnız cərimə ilə kifayətlənmir, cinayət işi açır, bütün hüquqi prosedurları qanun çərçivəsində həyata keçirir. Eyyub Hüseynovun fikrincə, Daxili İşlər Nazirliyi xaricdən gətirilən vaksinlərin tərkibini də araşdırmalıdır. Regionlardan gələn müraciətlərə əsasən, bəzi hallarda vaksin vurulan heyvanlar məhz bundan sonra xəstələnir. Ən etibarlı ekspertiza ictimai rəydir. Dövlət orqanları müəyyənləşdirməlidir ki, bu vaksinləri kim və nə məqsədlə gətirib? Bu ciddi məsələdir. Ümumiyyətlə, əgər insanın əlində yara, kəsik və ya cızıq varsa, o yoluxmuş ətə, heyvana və ya heyvan dərisinə toxunarsa, hətta nəfəs təması belə xəstəliyə yoluxma riski yaradır. İmmuniteti zəif olanlar daha tez yoluxa bilərlər. Buna görə də hazırki dövrdə ət və süd məhsullarını yaxşı qaynatmaq vacibdir ki, dabaq xəstəliyinə dair şübhələr aradan qaldırılsın. Ermənilər sərhəddə bonkerlər tikir, nəyin hazırlığı? Elxan Şahinoğlu.
Münaqişənin alovlanma riskinin böyük olduğunu hesab etmirəm, amma Ermənistanın Tavuş vilayətində yeni hərbi aktivlik müşahidə olunur. Silahlı qüvvələrə yeni silahlar verilir, bölgədə bonkerlərin tikintisi avarılır və çox böyük, bahalı hərbi infrastruktur layihələri həyata keçirilir. Telegraf.com xəbər verir ki, bu barədə Ermənistan İctimai Şurasının üzvü Sosi Tatikyan Haykakan Jamanak nəşrinə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanla birlikdə Tavuşun Kiransk qəzəbəsinə səfər edən İctimai Şura üzvləri yeni silah nümunələri və müdafiə məqsədli kililərlə tanış olublar. Təkcə Kiranskda aparılan işlərlə deyil, həm də Ermənistan silahlı qüvvələri üçün alınmış və ölkə daxilində istehsal olunan bəzi silahların nümunələri ilə tanış olduq. Çox böyük, nəhəng və baha başa gələn iş aparılır. O, bu işlərin sırf Ermənistan ərazisinin müdafiəsi üçün aparıldığını iddia edib. Xatırladaq ki, Paşinyan oktyabrın 25-də də Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kiransk qəsəbəsinə səfər etmişdi. Maraqlıdır ki, baş nazir daha əvvəl dəfələrlə bəyan etmişdi ki, müharibə olmayacaq və sülh sazişinin mətni artıq paraflanıb. Amma reallıqda Ermənistan tərəfi həm silahlanmanı gücləndirir, həm də sərhəddə bonker tipli istehkamlar qurur. Bütün bunlara müdafiə tədbirləri adı verilməsi isə çoxsaylı suallar doğurur. Azərbaycan ordusunun heç bir hücum və hərbi eskalasiya planı yoxdur. Bakı açıq şəkildə sülh prosesinin sürətləndirilməsinin tərəfdarıdır. Azərbaycan artıq öz ərazi bütövlüyünü tam bərpa edib və bundan sonra Ermənistanın üzərinə düşən sonuncu öhdəliyi sülh sazişini imzalamağı gözləyir. Yəni, Azərbaycanın öz suveren sərhədlərindən kənarda hərbi əməliyyat keçirmək niyyəti yoxdur. Hətta bir müddət öncə Ermənistan mətbuatında yayılan Zəngəzur güc yolu ilə açılacaq kimi təbliğat nağılları da blef çıxdı. 8 avqustda əldə edilən razılaşmaya əsasən kommunikasiya xəttinin Tramp yolu adlanan alternativ marşrutla açılması planlaşdırılır. Bu şəraitdə Ermənistanın sərhəddə bonkerlər tikməsi haqlı olaraq suallar doğurur. Münaqişənin yenidən alovlanması riski varmı? Ermənistan rəhbərliyi kimdən qorxur və nəyə hazırlaşır? Bonkerlər hansı məqsədlə və hansı vəsait hesabına inşa olunur? Erməni mətbuatında bu barədə müxtəlif iddialar səslənir. Bəzi nəşrlər bunu daxili təhlükəsizlik tədbirləri kimi təqdim edir. Digərləri isə Tavuş bölgəsindəki istehkamların psixoloji və siyasi mesaj daşıdığını yazır. Yəni, Paşinyan hakimiyyəti bu yolla həm orduya, həm də cəmiyyətə təhlükəsizlik görüntüsü yaratmaq istəyir. Amma əslində bu addımlar sülh prosesinə zid və regionda etimad mühitini zədələyən davranışlardır. Ermənistan hakimiyyəti bunker siyasəti ilə öz qorxularını gizlətməyə çalışsa da, fakt budur ki, bu cür hərbi ritorika və istehkamlaşma siyasəti Cənubi Qafqazda gərginliyin azaldılmasına deyil, əksinə onun dərinləşməsinə xidmət edir. Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu yeni müsavata danışıb. Münaqişənin alovlanma riskinin böyük olduğunu hesab etmirəm. Yəni, ermənilər və Ermənistan böyük dərs aldı. Biz işğala son qoyduq. Ermənistan böyük zərbə aldı. Həm canlı itki verdi, həm də hərbi texnikasının bir qismini ələ keçirdik, bir qismini məhv etdik. Bu, qısa müddətli dərs oldu. Uzun müddətli təsirini demək çətindir. Amma ən azı 20-30 illik dərs oldu. Əhali azalıb, hərbi büdcələri də gələn il üçün azaldılacaq. Amma bu bunkerlərin tikilməsi həqiqətən də suallar doğura bilər. Bu suallara iki tərəfli müzakirələrdə cavab verilməlidir. Məqsədləri nədir? Nədən ehtiyat edirlər? Nədən qorxurlar? Azərbaycana hücum planı varmı? Sərhədi möhkəmləndirmək düşüncəsindədirmi? Bunları tikməklə sərhəd möhkəmlənə bilərmi? Belə söhbətlərə Ermənistan rəsmilərinin cavab verməsi yerində olardı. Əminəm ki, Azərbaycan rəsmiləri ilə dialoq davam edir. Xarici İşlər Nazirlikləri arasında e-mail yazışmaları da var. Bu suallar əlbəttə ki, onlara yönəldilə bilər. Ermənistan deyə bilər ki, bu onların daxili məsələsidir. Amma bunkerlərin sərhəddə tikilməsi artıq yalnız daxili məsələ deyil. Əgər hərbi büdcələri azaldılıbsa, bunkerlərin tikilməsinin maliyyələşdirilməsi necə izah ediləcək? Hansı büdcədən vəsait ayrılıb? Yəni, İrəvanın rəsmi açıqlamasına ehtiyac var. Başqa tərəfdən, ola bilər ki, bu dezinformasiya xarakteri daşıyır. Belədirsə, məlumatın təsdiqi və izahı Ermənistandan tələb olunur. Əhalini maraqlandıran əmək haqqı, pensiya, gündəlik gəlir, iqtisadçıdan xoş xəbər. Məlum olduğu kimi, bugün Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclası keçirilib. İclasda Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov deyib ki, gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Eyni zamanda, Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov da qeyd edib ki, manatın məzənnəsinin sabitliyinin qorunması başlıca
amil olacaq. Maraqlıdır, gələn il üçün hansı yenilikləri gözləmək olar? Mövzu ilə bağlı Ölkə Aza danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı hər il olduğu kimi bu ildə çox maraqlı məqamlar yaşandı. Düşünürəm ki, Mərkəz Bank rəhbərinin Taleh Kazımovun açıqlamaları kifayət qədər ictimaiyyət üçün maraqlı məqamlar ortaya qoydu. Bunlardan birincisi manatın məzənnə perspektividir. Taleh Kazımovun çıxışları göstərdi ki, növbəti ildə də manatın məzənnə stabilliyi qorunacaq. Yəni, 2026-cı ildə pul siyasətinin əsas məqsədi inflensiyanın hədəf diapazonunda saxlamaqdır. Əlavə olaraq da pul siyasətini mövcud rejim daxilində həyata keçirməkdir. Bu da imkan verəcək ki, qiymət stabilliyi əsas olaraq formalaşsın. Vətəndaş üçün də fikrimcə çox həssas məsələ budur. Əmək haqqı, pensiya, gündəlik gəlirdi. Hamısı manatla formalaşır. Bu şəraitdə manatın da dollar qarşısında stabil qalması, sabit saxlanılması, inflyasiyanın nəzarətdə qalması, həm də insanların gəlirlərinin qorunması üçün çox önəmlidir. Və bunu da qeyd edim, sual olunsa ki, bunun iqtisadi əsası varmı? Bəli, var. Çünki 2026-cı ildə cari tədiyə balansının cari əməliyyatlar hesabında təxminən 3 milyon manat profisiti gözlənilir. Bir sözlə, növbəti ildə də maliyyə sabitliyinin təmin olunması ilə bağlı hər hansı ciddi risk proqnoz edilmir. Azərbaycana gətirilən ətlərlə bağlı narahatlıq pərdə arxasında görünənlər var. Dabaq xəstəliyi ilə bağlı yeni iddialar yayılıb. Qəssablardan əldə olunan məlumata görə bu barədə xəbərlərin kütləvi şəkildə yayılmasının səbəbi Braziliyadan və Manqolustandan gətirilən mənşəyi tam müəyyən olunmayan dondurulmuş ətlərin bazara daxil olmasıdır. Bildirilir ki, xaricdən gətirilən bu ətlərdən hazırlanmış məhsullar, məsələn, dana bastırması və digər təamlar şadlıq evləri və restoranlarda geniş istifadə olunur. Sözügedən məhsul Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarından keçsə belə, əhalinin bir qismi hələ də ətin tam təhlükəsiz olduğuna əmin deyil. Dondurulmuş xarici ətlərin insan orqanizminə təhlükəsi nə dərəcədədir? Global Info.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xaricdən gətirilən ətlərdə hər hansı problemin aşkarlanmadığını deyib. Onun sözlərinə görə, xüsusilə Manqolustandan idxal olunan qoyun ətləri çoxluq təşkil edir. Bu ətlərin hamısı müvafiq orqanlar tərəfindən nəzarətdən keçirilir və təhlükəsiz sayılır. Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə ciddi nəzarət edir. Dabaq xəstəliyinin yayılmasında xaricdən gətirilən ətlərin rolu barədə isə hər hansı bilgi yoxdur. Əldə etdiyimiz məlumata görə ölkəyə böyük miqdarda saxta vaksin gətirilib. Onun bir hissəsini dövlət orqanları artıq ifşa edib. Ekspert hesab edir ki, istehlakçı hüquqlarının və bazarın qorunması sahəsində ən effektiv fəaliyyət göstərən qurumlardan biri Daxili İşlər Nazirliyinin baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsidir. Bu idarə Qaradağ rayonunda saxta vaksin istehsal edən şəxsləri ifşa etdiyi kimi, tender yolu ilə milyonlarla dollar dəyərində Azərbaycana gətirilmiş vaksinlərin də araşdırılmasına başlamalıdır. Çünki Daxili İşlər Nazirliyi yalnız cərimə ilə kifayətlənmir, cinayət işi açır, bütün hüquqi prosedurları qanun çərçivəsində həyata keçirir. Eyyub Hüseynovun fikrincə, Daxili İşlər Nazirliyi xaricdən gətirilən vaksinlərin tərkibini də araşdırmalıdır. Regionlardan gələn müraciətlərə əsasən bəzi hallarda vaksin vurulan heyvanlar məhz bundan sonra xəstələnir. Ən etibarlı ekspertiza ictimai rəydir. Dövlət orqanları müəyyənləşdirməlidir ki, bu vaksinləri kim və nə məqsədlə gətirib? Bu ciddi məsələdir. Ümumiyyətlə, əgər insanın əlində yara, kəsik və ya cızıq varsa, o yoluxmuş ətə, heyvana və ya heyvan dərisinə toxunarsa, hətta nəfəs təması belə xəstəliyə yoluxma riski yaradır. İmmuniteti zəif olanlar daha tez yoluxa dilərlər. Buna görə də hazırki dövrdə ət və süd məhsullarını yaxşı qaynatmaq vacibdir ki, dabaq xəstəliyinə dair şübhələr aradan qaldırılsın. Ermənilər sərhəddə bonkerlər tikir, nəyin hazırlığı? Elxan Şahinoğlu. Münaqişənin alovlanma riskinin böyük olduğunu hesab etmirəm, amma Ermənistanın Tavuş vilayətində yeni hərbi aktivlik müşahidə olunur. Silahlı qüvvələrə yeni silahlar verilir, bölgədə bonkerlərin tikintisi avarılır və çox böyük, bahalı hərbi infrastruktur layihələri həyata keçirilir. Telegraf.com xəbər verir ki, bu barədə Ermənistan İctimai Şurasının üzvü Sosi Tatikyan Haykakan Jamanak nəşrinə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanla birlikdə
Tavuşun Kiransk qəzəbəsinə səfər edən İctimai Şura üzvləri yeni silah nümunələri və müdafiə məqsədli kikililərlə tanış olublar. Təkcə Kiranskda aparılan işlərlə deyil, həm də Ermənistan silahlı qüvvələri üçün alınmış və ölkə daxilində istehsal olunan bəzi silahların nümunələri ilə tanış olduq. Çox böyük, nəhəng və baha başa gələn iş aparılır. O, bu işlərin sırf Ermənistan ərazisinin müdafiəsi üçün aparıldığını iddia edib. Xatırladaq ki, Paşinyan oktyabrın 25-də də Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kiransk qəsəbəsinə səfər etmişdi. Maraqlıdır ki, baş nazir daha əvvəl dəfələrlə bəyan etmişdi ki, müharibə olmayacaq və sülh sazişinin mətni artıq paraflanıb. Amma reallıqda Ermənistan tərəfi həm silahlanmanı gücləndirir, həm də sərhəddə bunker tipli istehkamlar qurur. Bütün bunlara müdafiə tədbirləri adı verilməsi isə çoxsaylı suallar doğurur. Azərbaycan ordusunun heç bir hücum və hərbi eskalasiya planı yoxdur. Bakı açıq şəkildə sülh prosesinin sürətləndirilməsinin tərəfdarıdır. Azərbaycan artıq öz ərazi bütövlüyünü tam bərpa edib və bundan sonra Ermənistanın üzərinə düşən sonuncu öhdəliyi sülh sazişini imzalamağı gözləyir. Yəni, Azərbaycanın öz suveren sərhədlərindən kənarda hərbi əməliyyat keçirmək niyyəti yoxdur. Hətta bir müddət öncə Ermənistan mətbuatında yayılan Zəngəzur güc yolu ilə açılacaq kimi təbliğat nağılları da blef çıxdı. 8 avqustda əldə edilən razılaşmaya əsasən kommunikasiya xəttinin Tramp yolu adlanan alternativ marşrutla açılması planlaşdırılır. Bu şəraitdə Ermənistanın sərhəddə bunkerlər tikməsi haqlı olaraq suallar doğurur. Münaqişənin yenidən alovlanması riski varmı? Ermənistan rəhbərliyi kimdən qorxur və nəyə hazırlaşır? Bunkerlər hansı məqsədlə və hansı vəsait hesabına inşa olunur? Erməni mətbuatında bu barədə müxtəlif iddialar səslənir. Bəzi nəşrlər bunu daxili təhlükəsizlik tədbirləri kimi təqdim edir. Digərləri isə Tavuş bölgəsindəki istehkamların psixoloji və siyasi mesaj daşıdığını yazır. Yəni, Paşinyan hakimiyyəti bu yolla həm orduya, həm də cəmiyyətə təhlükəsizlik görüntüsü yaratmaq istəyir. Amma əslində bu addımlar sülh prosesinə zid və regionda etimad mühitini zədələyən davranışlardır. Ermənistan hakimiyyəti bunker siyasəti ilə öz qorxularını gizlətməyə çalışsa da, fakt budur ki, bu cür hərbi ritorika və istehkamlaşma siyasəti Cənubi Qafqazda gərginliyin azaldılmasına deyil, əksinə onun dərinləşməsinə xidmət edir. Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu yeni müsavata danışıb. Münaqişənin alovlanma riskinin böyük olduğunu hesab etmirəm. Yəni, ermənilər və Ermənistan böyük dərs aldı. Biz işğala son qoyduq. Ermənistan böyük zərbə aldı. Həm canlı itki verdi, həm də hərbi texnikasının bir qismini ələ keçirdik, bir qismini məhv etdik. Bu, qısa müddətli dərs oldu. Uzun müddətli təsirini demək çətindir. Amma ən azı 20-30 illik dərs oldu. Əhali azalıb, hərbi büdcələri də gələn il üçün azaldılacaq. Amma bu bunkerlərin tikilməsi həqiqətən də suallar doğura bilər. Bu suallara iki tərəfli müzakirələrdə cavab verilməlidir. Məqsədləri nədir? Nədən ehtiyat edirlər? Nədən qorxurlar? Azərbaycana hücum planı varmı? Sərhədi möhkəmləndirmək düşüncəsindədirmi? Bunları tikməklə sərhəd möhkəmlənə bilərmi? Belə söhbətlərə Ermənistan rəsmilərinin cavab verməsi yerində olardı. Əminəm ki, Azərbaycan rəsmiləri ilə dialoq davam edir. Xarici İşlər Nazirlikləri arasında EMOL yazışmaları da var. Bu suallar əlbəttə ki, onlara yönəldilə bilər. Ermənistan deyə bilər ki, bu onların daxili məsələsidir. Amma bunkerlərin sərhəddə tikilməsi artıq yalnız daxili məsələ deyil. Əgər hərbi büdcələri azaldılıbsa, bunkerlərin tikilməsinin maliyyələşdirilməsi necə izah ediləcək? Hansı büdcədən vəsait ayrılıb? Yəni, İrəvanın rəsmi açıqlamasına ehtiyac var. Başqa tərəfdən, ola bilər ki, bu dezinformasiya xarakteri daşıyır. Belədirsə, məlumatın təsdiqi və izahı Ermənistandan tələb olunur.